Sumqayıt şəhərində 8 noyabr Zəfər gününün 5-ci ildönümü münasibətilə ağac əkmə aksiyası təşkil olunub. Ağac əkmə aksiyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Pərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Zəfər gününün 5-ci ildönümünə həsr olmuş tədbir çərçivəsində iştirakçılar torpağa ağaclar əkib, yaşıllığın artırılması və ekoloji tarazlığın qorunması istiqamətində birgə fəaliyyət göstəriblər. Aksiyanın məqsədi həm ətraf mühitin mühafizəsinə töhfə vermək, həm də Azərbaycanın tarixi zəfərini simvolizə edən birliyimizi, həmrəyliyimizi və vətənə sevginin təzahürünü nümayiş etdirmək olub. Tədbir zamanı əkilən ağaclara aqrotexniki qulluq göstərilib. İştirakçılar ağacların köklərini bərkitmək üçün torpağı belləyib, suvarma işləri aparıblar. Bu proses zamanı aksiyaya qatılanlar hər kəsin təbiətə, yaşıllığa və ətraf mühitin qorunmasına qarşı məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıblar. Qeyd edək ki, bu cür ekoloji yönümlü tədbirlər Sumqayıt şəhərində mütəmadi olaraq keçirilir. Məqsəd şəhərin daha yaşıllaşdırılması, sakinlər arasında ekoloji birliyin, həmrəyliyin və vətənə bağlılığın təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb. Əkilən hər bir ağac torpağımızı qorumağın, gələcək nəsillərə daha yaşıl, sağlam bir mühit bəxş etməyin rəmzi kimi dəyərləndirilib. Zəfər günü xalqımızın qəhrəmanlıq salnaməsidir və bu günün qeyd olunması təkcə bir tarixə hörmət deyil, həm də gələcəyə ümid, təbiətə və vətənə sevgimizin ifadəsidir. Həyata keçirilən bu abadlıq və yaşıllaşdırma tədbirləri Sumqayıtın simasının daha da gözəlləşməsinə, sakinlərin rahat və sağlam mühitdə yaşamasına xidmət edir. Zəfərin 5-ci ildönümündə keçirilən ağac əkmə aksiyası həm şəhidlərin xatirəsinə ehtiramın, həm də vətən torpağına bağlılığın rəmzi kimi yadda qalıb. Torpağa bastırılan hər bir ağac budaqları ilə sülhü, kökləri ilə vətən sevgisini, yaşıllığı ilə isə əbədi zəfərimizin rəmzini yaşadacaq. Zəfər gününə həsr olunmuş bu aksiyanın sonunda iştirakçılar əminliklə bildiriblər ki, Azərbaycanın qazandığı tarixi qələbə hər bir vətəndaş üçün qürur mənbəyidir və gələcək nəsillərə daha yaşıl, daha gözəl bir vətən ötürmək hamımızın borcudur. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.